Bu ilin martın 18-də tikilərək istifadəyə verilən Saray körpüsündə ciddi narahatlıq yaranıb. Sürücülər və sərnişinlər bildirirlər ki, yolun hər iki istiqamətindən keçiddə problemlər var. Məhz bu səbəbdən ərazidə böyük tıxaclar və yol nəqliyyat hadisələri baş verir. Məhz buna görə də ərazi olan yaşa obyektlərin tezliklə sökülməsi məqbul hesab edilir. Sumqayıtla Abşeronunu birləşdirən Saray körpüsü nəqliyyat yükünü azaltmaq və sürücülərin rahat hərəkətini təmin etmək məqsədi ilə inşa edilib. Lakin istifadəyə verildikdən qısa müddət sonra burada müəyyən çətinliklər meydana çıxıb. Körpüyə giriş və çıxış hissələrdə yerləşən bəzi obyektlər sürücülərin rahat hərəkətinə maneə törədir. Həmçinin piyadaların təhlükəsizliyi üçün nəzərdə tutulmuş keçidlərdə də müəyyən problemlər müşahidə edilir. Saray körpüsündə tıxacın və yol nəqliyyat hadisələrinin yaranmasının əsas səbəblərindən biri də gördüyünüz kimi məhz buradır. Sumqayıtdan Bakı və digər ərazilərə istiqamətdə hərəkət olan sürücülər məhz bu istiqamətdə dayanmaq məcburiyyətindədirlər. Çünki ərazidə olan yaşa obyektinin olması yolun bu vəziyyətdə qalmasına səbəb olub. Pik saatlarda sıxlıq müşahidə edilir və qəzalar olur. Bu hal sürücüləri də ciddi narahat edir. Körpünün tikməklərinə yaxşı tikiblər, ancaq ki, körpünün çıxacağı, girişi, peşxoda gedən yerləri bərbad gündədir. Bu obyektlər yola girir. O günlə gözümün qabağında burada avariya oldu. Nə vaxtdan belə olacaq? Axşam cəmaət çoxu bu yolu bilmir. Ki yolun dağılmağını bilmir. Ona görə bu yolda çoxlu qəzalar olacaq. Bunun qabağını almaq lazım. Ya obyektlərə, ya o tərəf baxır, o tərəf çəkilməli qırağa. O boyda enli yol niyə qoyurlar orada? Dalaldı bir yolu qoyurlar. Yolu nə qədər geniş olsa maşınlar biri orada rahat işləyə bilərlər. Gündəlik istifadə elədiyimiz yoldur. Bu yol düzəldiblər, burada amma çatışmayan cəhətlər çoxdur. Hədsiz çoxdur. Bu obyektlərdir. Özünüz də gördünüz ki, o istiqamətdə gəldim, yol qısaldı, daralır buradan. Bu da qəzalara səbəb olur. O günlərdə bir qəza olub burada. Ağır qəza olub. Getdikcə qəzalara səbəb olacaq. Obyektlər sökülsə daha yaxşı olar. Əlbəttə ki, əlbəttə. Bu yol genişlənsə yaxşı olar. Bu boyda xərc qoyulub. Bu tamamlanmır. Problemin həlli məqsədi ilə aidiyyatı qurumlar tərəfindən monitorinq aparılıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, bəzi obyektlər yol kənarında yerləşir və nəqliyyatın axınını çətinləşdirir. Dövlət qurumları tərəfindən artıq bu obyektlərin sökülməsi ilə bağlı qərar verilib. Piyadaların və nəqliyyatın hərəkətinin rahatlığını təmin etmək məqsədi ilə əvvəlki yol infrastrukturu körpüyə uyğunlaşdırılacaq. Bununla bağlı qərar alınıb ki, yaxın zamanlarda Məhəmməd Əsədov küçəsinin genişləndirilməsi ilə bağlı yeni layihə hazırlansın və icrasına başlansın. Saray körpüsündə nəqliyyatın rahat və maneəsiz hərəkətini təmin etmək üçün aparılan bu tədbirlər ümumi yol infrastrukturunun yaxşılaşdırılmasına yönəlib. Dövlət qurumları bu işlərin tez bir zamanda başa çatdırılacağını və sürücülər üçün daha rahat şəraitin yaradılacağını bildirirlər. Gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün tikinti və infrastruktur layihələrin daha diqqətlə planlaşdırılması və nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.